Salam əziz 9-cular. Deməli, bugün hədəf kurslarının sınağını izah eləyəcəm. 9 noyabrda olan sınaqdır bu. Birinci 27-ci sualdan başlayır qrammatika. Baxaq görək necədir qrammatika suallarımız. Deməli, hansı cümlədə bütün sözlər orfoqrafik cəhətdən doğru yazılmışdır? Yəni heç bir səhv yoxdur da sözlərdə. Bir gülüş bəzən min sözün yerini verə bilir. Burada bütün sözlər düzgün yazılıb. Ona görə A variantımız düzgün variant olacaq. A düzgündür. Bir dəqiqə. Hər səhər yeni başlanğıcın sükutla doğulduğu andır. Sükutla olmalıydı. Səhv yazılıb bu söz. Bu variantı getdi. Səmanın mavi dərinliyində dərinlik olmalıydı. Ona görə bu da səhvdir. Gözlər bəzən sözlərin deyə bilmədiyini anlatmağa olmalıydı. Bu da səhvdir. Dənizin sahilə çırpılan dalğaları sanki ürəyin döyüntülərini xatırladırdı olmalıydı. Variantımız ona görə A variantı. Hansı mətndə eyni sözün müxtəlif formalarına aid nümunələr verilmişdir? Uşaqlar, eyni sözün müxtəlif forması qrammatik şəkilçilərlə düzəlir. Sözün kökü ev, siz leksik şəkilçi. Sözün kökü ev, dar leksik şəkilçi. Fikir verirsinizsə, evsiz başqa söz, evdar başqa söz, evdəki başqa sözdür. A variantı getdi. Düzgün başqa sözdür, düzəl başqa sözdür, düzüldə başqa sözdür. Bu da getdi. C variantına baxırıq, bunu bir dənə silək. C variantında sözün kökü bağlar cəm şəkilçisi. Sözün kökü bağın, yəli ola bilər, mənsubiyyət ola bilər, nəticə də qrammatikdir. Sözün kökü bağ, da qrammatik şəkilçisi. Hər birisində bağ sözüdür və hər birisinin tərkibində qrammatik şəkilçi var. Variantımız C. Burada sözümüzün kökü sınıq leksik şəkilçi. Söz sınıq sözüdür. Sınıqçı, burada söz sınıqçı sözüdür. Sınamaqdan da sınaq düzəlib. Bu da başqa sözdür. Q leksik şəkilçisidir. Burada səhvdir. Burada yağıntı başqa sözdür. Yağdır başqa sözdür. Bu yağdır sözüdür. Bu yağıntı sözüdür. Bu da yağış sözüdür. E variantı da səhv variantımız oldu. Yəni düzgün variant C variantıdır. 29-cu sual. Verilmiş nümunələrindən hansında amonimli olan frazoloji birləşmə işlənməyib? Amonimli olan frazoloji birləşmələri baxaq. Məsələn, söz vermək var. Söz vermək, məsələn, bir var məclisdə kiməsə söz verirsən, gəlir, danışır. Bir də vəd vermək mənası var. Bu amonimdir, işlənib. A variantı getdi. O bu xəbəri işləndi, ürəyə getdi. Dünya bir anlığa qaraldı. Ürəyə getmək bir şeyi çox bəyənməkdir. Məsələn, bu paltarı görəndə ürəyim getdi, yəni çox bəyəndim. Bir də həqiqətən huşunu itirmək mənası var. Amonimdir. Bu variantı da getdi. Daha sonra məsələn, D variantında deyir ki, can verdi. O sevdiyi yurd uğrunda döyüşdə can verdi. Can vermək, məsələn, günəş bitkilərə can verir, həyat verir, canlandırır mənası var. Bir də xəstə bir insan can verir, yəni ölür mənası var. Bu da amonimdir. D da getdi. Anasının göz yaşlarını gördükcə ürəyi yanırdı. Ürəyi yanmaq bir yazığa gəlmək mənası var. Bir də susundan ürəyi yanmaq, yəni susamaq mənası var. Çox su istəmək mənası var. E variantı da getdi. C deməli variantımız idi. Səhərin sükutunda aldığı xəbərdən qanı qaraldı. Qanı qaralmaq amonim deyil, C variantı oldu. 30-cu sual. Hansı bənddə amonim sözlər verilmişdir? Deməli, A variantında əqrəb sözü amonimdir, amma maşın amonim deyil. Getdim. B variantında gəlin, ana sözləri amonim deyil, getdim. Əslində belə C variantında kök və göz. Kök amonimdir, göz amonim deyil, C getdi. D variantında hava, bir musiqi havası var və bir də oksigen mənası. Qol sözü futbolda vurulan qol. Sonra imza mənası var və bir də bədən üzvü olan qol var, amonimdir. Məktəb idrak sözləri amonim deyil. D variantı. 31. Cədvələ əsasən uyğunluğu müəyyən edin deyir. Yazdırılıb sözünün kökü və yarandığı nitq isə eynidir. Sözün kökü yazdır leksik, leksik, da qrammatikdir. Düzdürmü?
İndi sözün kökü yazmaq feilidir. Söz hansı nitq hissəsindən yaranıbdır dediyi zaman isə son leksik şəkilçisini çıxardırsınız. Son leksik şəkilçimiz burada ıldır. Onu çıxartdıq. Yazdırmaq feilindən yaranıb. Düzdürmü? Yəni doğrudan da kökü və yarandığı nitq hissəsi həqiqətən eynidir. İkisi də feildir. Amma düzgün fikrə yanlış deyib. Ona görə A səhvdir. Bağışlamaq sözünün tərkibində yalnız bir leksik şəkilçi var. Bağış deyil ha sözün kökü, bağışladır. Bu test dimdə də var. Maq, yəni daha doğrusu söz dimdə var. Maq məsdər şəkilçisidir. Sözdə leksik şəkilçi yoxdur, səhv deyir, amma səhvə düz deyir burada. Bu da olmaz. Enli kürək tərkibində leksik şəkilçi olan quruluşçu mürəkkəb sözdür. Söz quruluşçu mürəkkəbdir həqiqətən. En və li var. Görürsüz? Həmçinin enli sözü bir də kürək sözü var da burada. Düzdürmü? Və ona görə də bu mürəkkəbdir. Tərkibində də leksik şəkilçi var. Düz fikrə səhv deyir. Ona görə C səhvdir. Sınaq və dağıdılmış sözlərinin quruluşca növü eynidir. Sınaq sözü sınamaqdan yaranır. Sınamaqdan sınaq, düzəltmədir. Dağıdılmış söz də dağıtmaqdan yaranır. Dağıtmaqdan dağıdılmışda qrammatik. İkisi də düzəltmədir. Düzdür, düzə də düz deyir. D variantı. Ələmək və güləşmək sözləri sadədir. Güləşmək sadədir. Ələmək isə əldən ələ yaranıb. Düzəltmədir. Bu səhvdir, səhvə düz deyir. Ona görə bu da olmaz. 32-ci suala baxırıq. Cütlüklərdən birindəki sözlər bir-biri ilə antonim deyil. Sevincli, kədərli antonimdir. Yəni antonim nə idi? Yazılışları müxtəlif olsun, mənaları da bir-birinin əksi olsun. Uzaq, yaxın antonimdir. Güclü, zəif antonimdir. Parlaq, solğun olar antonim. Dadlı ilə dadsız antonim olmaz. Niyə görə? Antonim və sinonimin 2 dənə ortaq qaydası var idi. 1. Eyni nitq hissəsi olmalıydılar. Bir də kökləri fərqli olmalıydı. Fərqli. Burada hər ikisinin kökü daddır. Daddan dadlı, daddan dadsız düzəlib. Düzdürmü? Köklərin ikisi də eynidir. Deməli, antonim olmaz bunlar. E variantı səhvdir. 33. Dünya sözünün leksik təhlilinə aid doğru fikirdir. Amonim kimi işlənə bilən sözdür. Dünya sözü amonim kimi işləmir. Yoxdur bunun amonimliyi, səhvdir. Sonra yenə B variantında deyir, həm amonim, həm çox mənalı ola bilən sözdür. Bu da səhvdir. Sonra dünya deyir, həyat sözü ilə sinonimdir. Həyat sözü ilə də sinonim deyil, bu da səhvdir. Ümumişlək sözdürmü? Bəli, hər kəs istifadə edir və mənasını başa düşür. Ümumişlək sözdür. Həm sinonimi, həm də antonimi olan sözdür. Dünya sözünün sinonimi var. Aləm ola bilər, kainat ola bilər, amma antonimi yoxdur. Ona görə səhvdir. 34. Sözlərdən birinin tərkibinə görə təhlili fərqlidir. Sözün kökü ev, evdən evsiz, lərdə qrammatik. Sonra sözün kökü daramaq, daramaqdan daraq, düzdürmü? Inda qrammatik. Sözün kökü əl, əldən eləmək, eləməkdən ələk, lər qrammatik. Sözün kökü sınamaq, sınamaqdan sınaq, ada qrammatik. Sözün kökü qazan, düzdürmü? Qazanmaqdan qazanc, ımda qrammatik. Fərqli olan C variantı oldu 2 leksik şəkilçi ilə. 35. Hansı bənddəki sözlərdə 2 müxtəlif səs eyni hərflə ifadə olunmuşdur? Baxaq, 2 müxtəlif səs eyni hərflə ifadə olunsun deyir. Görək hansıdır? Məsələn, E variantı olar. Baxın, miqyas tələffüzlərini yazıram. Miqyas yazıram. Bir də burada yazıram şəfəq. Görürsünüz, 2 dənə eyni hərf var. Q, Q. Birində Q səsini verir, birində K səsini verir. Yəni 2 dənə eyni hərf, yəni Q hərfi 2 fərqli səsi verir də. Birində Q-nı verir, birində K-nı verir. Ona görə E olacaq. Məsələn, D-da 2 dənə eyni hərfimiz var. Məsələn, D. İkisi də D kimi deyilir. 2 dənə Ə-miz var, ikisi də Ə kimi deyilir. Bu olmaz. C variantında çıraq deyilir, bulaq deyilir. Q'lar elə X kimi, A'lar da A kimi deyilir. Fərqli deyil.
B variantında t-lar var. Şaftalı deyilir, püstə deyilir. İkisi də d kimi deyilir. Ona görə burada da yoxdur. A variantında kör, kağız, iki dənə oxşar olan hərfimiz k-dır. Elə ikisi də k kimi deyilir. Ona görə A variantı da deyil. 36-cı sual. Nümunənin leksik təhlili ilə bağlı doğru fikirləri seçin. Vətən, dağlar, çaylar, meşələr, düzlər, sənə qurban olsun ellər, dənizlər. Qucağında azad böyüyən bizlər, səni sevməyənə insan demərik. Bütün misralarda amonim ola bilən söz işlənib. Məsələn, birinci misrada düz sözü amonimdir. Feil ola bilir, ədat ola bilir, zərf ola bilir, isim ola bilir. Düzdürmü? Yəni, demək olar ki, hamısı oldu. Sonra ikinci misrada sənə qurban olsun. Deməli, burada yoxdur. İkinci misrada yoxdur. Qucağında azad böyüyən bizlər, bizin amonimliyi var. Səni sevməyənə insan demərik. Burada da yoxdur. Ona görə bir səhvdir. Sonuncu misrada bütün sözlərin sinonimi var. Sən sözünün sinonimi necə olsun ki? Bunun sinonimi yoxdur. 2 səhvdir. Altından xətt çəkilmiş söz həm amonim, həm də çox mənalıdır. Bəli, düz sözü həm amonimdir, həm də çox mənalıdır. Yəni ayrılıqda həm amonim, həm çox mənalı kimi işlədə bilərik biz bu sözü. Bayaq amonimliklərini izah elədim. Dedim ki, bəs feil kimi ola bilir, nə bilim, sifət, zərf, isim kimi ola bilir. Sonra bir də ki, məsələn, çox mənalı olsa, məsələn, feili götürüb çox mənalı işlətmək olar. Məsələn, deyirəm ki, sözlərini sanki sapa düzürdü. Belə çox mənalı da işlədə bilərik bunu. Ona görə 3 düzgündür. Yalnız bir misrada amonimliyi olan söz işlənib. Səhvdir 2 misradır. Biri budur, biri budur. 4 səhvdir. Həm sinonimi, həm də antonimi olan söz işlənmişdir. Düzdür. Məsələn, görək, həm sinonimi, həm də antonimi olan söz nə tapa bilərik burada? Deməli, uşaqlar, elə burada düz sözünün antonimi kimi dağ deyə bilərik və sinonimi kimi də düz sözün sinonimi demək olar. Məsələn, çöl deyə bilərik. Düzənlik filan demirəm, amma çöl demək olar. Deməli, dağ düz. O zaman bu da düzgündür. Variantımız 3-5 olacaq. D variantı. Keçdik mətnə. Deməli, mətn bir rəssamın son əsəri mətnidir. 37-ci suala baxaq. Birinci belə mətni göstərək, saxlayıb oxuyun. Sonra 37-ci suala baxırıq. Mətndə tünd-qara hərflərlə verilmiş sözün mənasına uyğun ifadənin işləndiyi cümləni tapın. Deyir ki, Adrian fırçasını uzun müddətdir əlinə almırdı. Yəni, həqiqi mənada götürmürdü də, əlinə götürmürdü. Mən onu nə qədər çalışsam da razı sala bilmədim. Burada əlinə almaq, razı salmaq mənası var. Frazoloji kimi də, ələ almaq kimi. Amma mətndə elə o mənada deyil. O nə qədər çalışdı da məni ələ ala bilmədi. Bu da məcazidir, ona görə deyil. Onun səmimi görünən sözləri məni təsir altına ala bilmədi. Bu da onun məcazi mənasıdır. Amma mətndə məcazi mənada deyil. Həqiqətən fırçanı götürmür mənasındadır. Mən heç nəyi əlimə götürmədim, hər şeyin yerində qalmasını istədim. Həqiqətən əlinə götürmək mənasındadır, variantımızdır. O məsuliyyəti əlinə götürmədi, məsuliyyəti necə əlinə götürsün ki, bu məcazi mənadadır, ona görə E variantı deyil. 38. Mətnə əsasən cədvəldən uyğun fikirləri seçin, doğrudur, yanlışdır. Fırça işləri gecə boyunca davam etmişdi və yağışın səsi atelyədə olan səssizliyi pozurdu. Qaydaq mətnədir. Fırça işləri gecə boyunca davam etmişdi. Yağışın səsi atelyədə olan səssizliyi pozurdu. Tapaq. Deməli, o işıqdan başladı, qaranlıqdan deyil, məhz işıqdan. Bir gecə yağışın səsi atelyədəki sükutu pozanda qəfildən fırçanı əlinə aldı. İndiyə çəkəcəm ya da daha yox. Yəni gecə olub, yağışın səsi də atelyədəki sükutu pozub. Ona görə bu düz fikirdir. Götürəcəksiniz bunu. Rəssamın son əsər yaratmaq barədə heç bir düşüncəsi yox idi. Onun üçün bu ciddi daxili məsələ deyildi. Bu yanlışdır. Çünki mətndə onsuz da deyir, son əsər deyə pıçıldadı öz-özünə. İnsan sonuncu dəfə öz ruhunu necə çəkər? Yəni, onun bu barədə düşüncələri var və onun üçün ciddi daxili məsələ idi. Bu səhvdir. Sonra Adrian qərara gəlir ki, ənənəvi təsvirlər üzərində işləsin. Baxaq, deməli, görək burada nə deyirdim.
Bütün bunlar artıq yad idi. O indi bir insanın daxili səssizliyini, keçmişlə barışığını çəkmək istəyirdi. Yəni köhnə eskizləri çəkmək istəmirdi. Yəni köhnə eyni şeyləri çəkmək istəmirdi. İnsanın daxili səssizliyini, keçmişlə barışığını çəkmək istəyirdi. Ona görə burada nə deyirdi? Adrian qərara gəlir ki, ənənəvi təsvirlər üzərində işləsin. Bu səhvdir. Biri götürüb 2-3-ü atırıq. Ona görə A gedir, B gedir, D gedir. 1, 5, 6, 1, 4, 5 arasında qalırıq. Yanlışdan da yanlışı götürəcəksiniz. Adrian uzun müddət fırçanı əlinə almamışdı və daxili bir durğunluq yaşayırdı. Tapaq onu. Adrian fırçasını uzun müddətdir əlinə almırdı. O artıq 20 il idi ki, rənglərlə danışır. Amma bu dəfə uzun müddətdir əlinə almırdı, deyir. Əvvəlinə baxaq. Köhnə atelyenin divarları vaxtla saralmış, kətanlar üzərində yarımçıq xatirələr kimi asılmışdı. Yəni doğrudan da uzun müddət əlinə almamışdı və daxili bir durğunluq yaşayırdı. Bu düzgün fikirdir, amma yanlışda nə işi var bunun? Adrianın əsərində konkret, asanlıqla tanınan insanların portretləri üstünlük təşkil edirdi. Gəlin ona da baxaq. Toz dənələr sanki havada, köhnə atelyenin divarında buna baxırıq. Gülümsəyən qadın, uşaq əlində çiçək, uzaqda bir dəniz. Bütün bunlar artıq yad idi. O indi bir insanın daxili səssizliyini, keçmişlə barışığını çəkmək istəyirdi. Görək başqa nə yazıb? Rənglərlə birləşdirirdi burada baxaq. Məsələn, konkret asanlıqla tanınan insanların portretləri üstünlük təşkil edirdi. Üstünlük təşkil etməsinə bağlı bir şey yox idi burada uşaqlar. Sadəcə bir-iki yerdə deyir elə insanların portretləri. Amma ki, məsələn, bu hissədə deyirdim, gülümsəyən qadın, uşaq, uzaqda bir dəniz, bunlar artıq ona yad idi, amma bunların üstünü təşkil etməsi yox idi, ona görə bu yanlış fikirdir. Bunu götürərik. Hekayənin sonunda aydın olur ki, Adrian əsərini reklam məqsədli hazırlayır və məşhur olmaq istəyir. Həmin əsərin qarşısına gələn hər kəs bir anlıq dayanır, səssizcə düşünür. O ölüb gedir axı, reklam məqsədinə niyə hazırlasın ki? Bu da səhvdir. Variantımız 1, 5, 6 olar. Yəni C variantı olacaq. Daha sonra keçdim 39-cu suala. Mətnin planının məzmuna uyğun ardıcıllığını müəyyən edin. Rəssamın işığa qarışması və sənətin əbədiliyi, rəssamın səssiz və köhnə atelyesi, kətanda həyatın simvolu kimi yaranan işıq, son əsəri yaratmaq qərarı və gecə yarısı iş, tablo qarşısında oxucunun düşüncəyə dalması. Bu ən sonda idi da, 5-ci ən sonda idi, amma yenə mətnə qaydırıq. Deməli, məsələn, burada deyir ki, həmin əsərin qarşısına gələn hər kəs bir anlıq dayanır, səssizcə düşünürdü. Görəsən, mənim son əsərim necə görünəcək? Bir dəqiqə. Deməli, 5-lə bitirəcəksiniz. Sonra rəssamın işığa qarışması və sənətin əbədiliyi. Baxaq. Səhər açıldığında tablo tamam idi. O əsərinə baxdı və gülümsədi. Kətanda yalnız işıq vardı. Sərhədsiz, təmiz, sonsuz işıq. Səhər gün onun tələbəsi atelyəyə daxil olanda Adrianın kətanın qarşısına oturmuş fırçası əlində gülümsəyən halda gördü. Amma bu dəfə nəfəs yox, yalnız işıq var idi. Yəni burada onu demək istəyirdi. İşığa qarışması bu mənadadır. Sonra yəni 4 deyil, daha doğrusu 1-5 olur. Sonumuz 1-5 ilə qutaracaq. Sonra rəssamın səssiz və köhnə atelyesi. Köhnə ateliyenin divarları vaxtla süzülür. Kətanlar üzərinə yarımçıq xatirələr kimi asılmışdı. O artıq 20 ildir ki, danışır, amma bu dəfə görək səssiz olmasa hardadır? Səssiz və köhnə ateliye. Səssiz olması biraz işləri qarışdırır. Amma əslində toz dənələr sanki havada rəqs edirdim. Deməli, uşaqlar, bunun cavabı baxın bu qaydada olacaq. Rəssamın səssiz və köhnə atelyesi 2 ilə başladıq. Sonra son əsəri yaratmaq qərarı və gecə yarısı iş 4 ilə davam edək. Sonra kətanda həyatın simvolu kimi yaranan işıq 2, 4, 3 və rəssamın işığa qarışması artıq ölüb mənasında, sənətin əbədiliyi, tablo qarşısında oxucunun düşüncəyə dalması 2, 4, 3, 1, 5 D variantı olacaq.
Keçdik 40-cı suala. Mətnə əsasən cədvəldən uyğun olmayan fikri seçin. Rəssam hər şeyə marağını itirmişdi. Nəticədə yaratdığı tablo reallıqdan çox ruhunun səsini əks etdirirdi. Bu, deməli, mətnə görə, yəni düzgündür bu. Məsələn, rəssam hər şeyə marağını itirir, ona görə də, yəni nə bilim uzun müddət uzaq düşüb, deyir ki, artıq qələmə əlinə almırdı və son hissədə də yəni o artıq əvvəlki kimi çəkmək istəmir, öz daxili dünyasından danışmaq istəyir. Ona görə bu düzgündür. A variantı getdi. Adrian son əsərini yaratdı və nəticə olaraq tablo sadəcə rənglərin deyil, insan ruhunun dirçəlişinin nəticəsi oldu. Bu da düzgündür. Adrian uzun müddət fırçasına toxunmamışdı, ona görə sükutu dərinləşmişdi. C da gedir. Adrian keçmiş xatirələrini yada saldı. Bu xatirələr onun fırçasının hər toxunuşunda işıq və duyğulara çevrilirdi. Bu düzgündür. Rəssam yalnız günəş işığı altında işləməyi sevirdi. Yanlışdır, çünki o gecə işləyirdi elə. Ona görə E variantı olacaq. 41-ci sual. Mətndə hansı suallara cavab yoxdur? Rəssamın keçmiş xatirələri və yaddaşındakı rənglər onun əsərinə necə təsir etdi? Keçmiş xatirələrinə baxır. Bir dəqiqə, buradaydı. Üzərində qalmış köhnə eskizlərə baxdım. Deməli, keçmişini xatırlayırdı. Sevdiyi qadının gözlərini, uşaq gülüşlərini, gəncliyinin təmizliyini rənglərlə birləşdirirdi. Tablonun əsas mövzusu qaranlıq və qorxu idi. Yəni, onlar ona təsir edir və qaranlıq, qorxu kimi bir şeylər. Baxırıq indi. Burada da uşaqlar, baxın, səhvlər nələr olacaq? Adrian rəsm əsərini nə vaxt yaratmağa başladı? Bu yoxdur. Əsər tamamlandıqdan sonra ilk rəyi kim bildirir? Bu da yoxdur. Adrianın əsəri sərgi və satış üçün hazırlamaqda məqsəd nə idi? Bu ümumiyyətlə səhvdir. Bu da yoxdur. 3, 4, 5 getdi. Variant 1-2 olacaq. Deyir ki, keçmiş xatirələri və yaddaşındakı rənglər qorxu ilə bağlı idi orada. Son əsər ifadəsi Adrian üçün nəyi bildirirdi? O da insanın öz ruhunu sonuncu dəfə çəkməsini bildirirdi. Variantımız ona görə 1-2 olacaq. Belə. Keçirik 42-ci suala. Bu sualı 42-ci sual yazmaq üçün də yenidən mətnə qayıdırıq. Deməli, baxırıq. Hər bir rəng parçası onun yaddaşında donmuş anlara toxunur, qaranlıqda işığın qarşılaşdığı bir məkan yaradırdı. Burada fikir verirsinizsə, giriş hissədə rənglərdən danışmır, daha çox onun durğunluğundan və atelyedən danışır. Nəticə hissədə isə artıq onun əsəri yaradıb bitirib, ölüb və tələbəsi gəlir, baxır, ondan danışır. Ona görə də, baxın, rənglər hissəsi buralarda olacaq. Hər bir rəng, məsələn, deyir ki, fırça tərpənmədi, gözlərlə təsvir edirdi, ağrı filan. Deməli, buralarda tapaq o rəngi. Deməli, səhərə açıldığında köhnə eskizlərə baxır, nələrisə xatırlayır da, düzdürmü, yaddaşını təzələyir. Ona görə bu əsas hissədə olacaq. Belə əsasən düzdür, mətnin öz sözlərindən çıxardılmayıb cümlələr. Yəni, belə bir qənaəti də gəlinib də. Xatırlayır, keçmişini xatırlayır, sevdiyi qadının gözləri, gəncliyi, təmizliyi rənglərlə birləşir. Baxın, ona görə bu əsas hissə olacaq. Hansı sual idi? 42-ci sual. Deməli, 2-yə nə yazırıq? A yazırıq. Rəssamın yoxluğu ilə işığın varlığı bir-birini tamamlayır. Oxucuya həm həyatın, həm də sənətin əbədliyini düşündürürdü. Artıq rəssamın yoxluğudursa, bu nəticə hissədir. Gedir bura. Gecə sükutu ateliyəni əhatə edirdi. Yalnız yağışın yağmasından da əsas hissədə danışır. Ona görə C getdi bura. Ateliyədəki hər detal, hər kölgə və hər toz damlası filan giriş hissədədir. Fikir verirsinizsə, burada deyirdi. Köhnə atelyenin boz işıq pəncərədən içəri süzülür. Sonra toz dənələri havada rəqs edir. Ona görə girişə yazırıq. Deməli, həmin bu D-nı. Sonra pəncərədən sızan zəif işıq atelyenin yalnızca yarımçıq rənglər və köhnə fırçaların kölgələri ilə bəzəyirdi. Bu da gedəcək giriş hissəyə. Çünki yəni zəif işığın sızması buradadır da. Onun üçün bir dəqiqə 1-ə oldu D, E, 2-yə oldu A, C, 3-ə oldu B variantı, yəni B. O da eləcək A variantı.
Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin qarşılığı kimi düşünülə bilməz. Yenə qayıdırıq mətnə. Şəkil, atlas, özgə, məzmun, natamam sözləri var. Altından xətt çəkilmiş sözləri tapaq. Deməli, birincisi baxın bu yarımçıq sözüdür. Yarımçıq natamam. Sonra yad artıq yad idi. Yad sözü, yarımçıq sözü. Daha sonra kətan, mövzu və tablo sözləri. Bir dəqiqə. Qaydıraq mətnə. Suala. Deməli, tablo sözünü şəkillə əvəz eləmək olar. Getdi. Yad sözünü özgə ilə əvəz eləmək olar. Getdi. Sonra yarımçıq sözü vardı. Natamamla əvəz edilər. Sonra mövzu sözü vardı. Məzmunla əvəz etmək olar hardasa və sonra kətan sözü var idi. Kətan sözü də, yəni kətan da parça növüdür də. Ona görə burada atlas isə atlas xəritələr toplusu olan atlasdır. O parça olan Z ilə yazılandır. Ona görə bunu heç birisinin qarşılığı kimi verə bilmərik. D variantı. Üzərində rəqəm yazılmış sözlərdən həqiqi mənalı olanları müəyyən edin deyir. Rəqəm yazılmış sözlərə baxaq. Deməli, səhərin, məsələn, bax, köhnə eskizlər. Köhnə həqiqi mənadadır. Köhnə həqiqətən. Sonra rənglərlə danışır. Rənglərlə danışa bilməz axı, məcazidir. Sükutu pozanda var. Məsələn, 2 ilə 5 məcazidir. 2 ilə 5 məcazidir. Və köhnə eskiz həqiqidir. Kətanın qarşısında oturardı. Oturardı həqiqidir. 3-4 həqiqidir. 2-5 məcazidir. Birinci sözü hələ tapmadım. İndi bundan baxaq. Deməli, üzərində rəqəm yazılmış sözlərdən həqiqi mənalı olanları müəyyən edin deyir. 3-4 həqiqi idi. 2-ləri çıxardırıq, 5-ləri çıxardırdıq. Ona görə elə variant C olacaq. 2 ilə 5-ə bir də baxaq. 2 sükutu pozmaq məcazidir, çıxardırdıq. Və rənglərlə danışmaq, bu da məcazidir, çıxardırdıq. Birinci sözdə elə baxın, buradadır. İçəri süzülür deyil, işıq içəri süzülür. Bu da məcazidir. Həqiqi olanlarımız oldu 3-4 C variantı. 45 mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın deyir. Baxaq. Deməli, o artıq 20 il idi ki, rənglərlə danışır. 20 il idi ki, rənglərlə danışır. Amma bu dəfə sakit idi. 20 il idi ki, danışır, amma bu dəfə sakit idi. Sükut içərisində idi, səssiz idi, susqun idi kimi nələrsə yazmaq olar. Yəni 20 il idi ki, rənglərlə danışır, amma bu dəfə niyəsə sakit idi, durğun idi, səssiz idi. Bu kimi şeylər yazmaq olar. Sonra 46. Mətndə çərçivə daxilində verilmiş abzasda mətnin məzmununa uyğun olmayan cümləni müəyyən edin və seçiminizi əsaslandırın. Çərçivəni tapırıq. O işıqdan başladı, qaranlıqdan deyil, məhz işıqdan. Çünki ömrünün sonunda o qaranlıqda deyil, işığın içində olmaq istəyirdi. Hər toxunuşla sanki keçmişini xatırlayırdı, sevdiyi qadının gözlərini, uşaq gülüşlərini, gəncliyinin təmizliyini rənglərlə birləşdirirdi. Tablonun əsas mövzusu qaranlıq və qorxu idi. Baxın, bu cümlə yanlış bir cümlədir. Çünki orada deyir, işıqdan başladı, necə qaranlıq olsun, sevdiyi qadının gözlərini çəkir, necə qorxu olsun. Tablonun əsas mövzusu qaranlıq və qorxu idini götürüb yazırsınız, sonra da fikirlərinizlə əsaslandırırsınız ki, bəs mətnin əvvəlki hissələrində, yəni o çərçivənin əvvəlki hissələrində işıqdan başlamasını deyir, gözəlliyi təsvir edəcəyini deyir, ona görə qaranlıq və qorxu olmaz. Buraya yazıram, qaranlıq və qorxu. Belə, mətndə çərçivə daxilində verilmiş abzasda mətnin məzmununa uyğun, daha doğrusu o bura yazılmırdı. Mən yanlış yazdım, qaranlıq, qorxu bura yazılırdı. 45-ci sualda nə yazılacağını öncədən demişdik. Belə, uşaqlar, keçirik növbəti mətnə. Növbəti mətnimiz ilk tarixi əsər keçmişin yaddaşı mətnidir. Yenə mətni belə saxlayıram. Ekran saxlayıb oxuyun mətni, sonra suallara baxaq.
Sualları keçək uşaqlar. 47-ci sualda deyir ki, ilk tarixi əsərlər yalnız şeir və əfsanələrdən ibarət olmuş, real hadisələrdən bəhs etməmişdir. Bu yanlış fikirdir. Çünki burada Gilgamış dastanından danışır. Yəni tarixi əsər kimi. Və deməli, ona görə bu yanlış fikirdir. Yanlışa nə deyir? Doğru deyir. Bu səhvdir. Getdi bu variant. Tarixi hadisələrin yazıya alınması ilə minilliklər öncəsinin həyatını anlayırıq. Düzdür, amma bunu səhv deyir. Bu da getdi. İlk tarixi əsərlərin məqsədi xalqın keçmişini qorumaq deyil, yalnız hökmdarların adını uzatmaq olmuşdur. Bu mətnə görə yanlışdır. Məsələn, elə baxın, burada deyir ki, gələcəyi dərk etmək üçün, keçmişi öyrənmək üçün, yəni hökmdarlara görə deyil. Bu səhv fikirdir, səhvə doğru deyil. Bu da getdi. Tarixi hadisələr uzun müddət yalnız şifahi şəkildə qorunmuş, yazılı mənbələr isə son əsrlərdə yaranmışdır. Deməli, buna baxırıq. Deyir ki, baxın, İnsanlığın yaddaşı sözlü yazı ilə başlayır. Hər bir xalqın tarixi onun yazılı abidələrində yaşayır. Tarix elm kimi formalaşmadan çox-çox əvvəl insanlar baş verən hadisələri gil lövhələrə, daşlara, papiruslara həkk edirdilər. Yəni yazırmışlar da, düzdürmü? Yəni yazılı mənbələr isə son əsrlərdə yaranmışdır. Bu yanlış fikirdir. Yanlışa da nə deyir? Yanlış deyir. Ona görə bu olar. Herodot hadisələrin səbəbinin nəticəsini araşdırmadan hadisələr arasında əlaqə yaradırdı. Baxın, araşdırmadan deyir, diqqət edirsinizsə. Herodot tarixin atası adlandırılırdı. O hadisələri yalnız adlanmır, onların səbəbinin nəticəsini araşdırır. Baxın, araşdırır. Sonra əlaqə yaradır. Bu səhv fikirdir, səhvədə doğru deyir. Ona görə olmaz. Variantımız nə oldu? D variantı. Keçdik 48-ci suala. Gilgamış dastanı qədim Şumer xalqına məxsus olub tarixin ilk yazılı abidələrindən sayılır. Bir düzgündür. Mətndə də elə deyirdi ki, bəs Gilgamış dastanı tarixdə ilk yazılı əsərdir və Şumerlərə məxsusdur. Ona görə bir düzgündür. Herodot hadisələri yalnız sadalanmır, onların səbəb-nəticəli əlaqələrini araşdırırdı. 2 də düzgündür, bayaq qeyd etdik onu. Gilgamış dastanı qədim Yunanlardır, Yunanlar deyildi. 3-ü atırıq. A getdi, D getdi, E getdi. C olacaq. Tarixi hadisələr yalnız hökmdarların həyatını, döyüşlərini təsvir etmək üçün yazılmırdı. Bu da səhvdir. Bunu da atırıq, getdi bu variant. İlk tarixi əsərlərin əsas məqsədi insanın keçmişini anlamaq və gələcəyi dərk etmək idi. Bu da elə cümlə kimi keçirdi. Keçmişini anlamaq, həm də gələcəyi dərk etmək. Yəni, təkcə keçmişi öyrənmək deyildi, ya, həm də gələcəyi dərk etmək idi. Deməli, ona görə yəni həm keçmişi öyrənir, həm gələcəyi dərk edir. 1, 2, 5 olacaq C variantı. 49. Üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir deyir. Gəlin baxaq sözlərimizə. Burada deyir ki, hər bir xalqın tarixi onun yazılı abidələrində yaşayır. Tarixin yaşaması məcazi mənadadır. Sonra ikinci sözümüzü tez tapaq burada. Dərin fəlsəfi düşüncələr, dərin quyu olar, dərin düşüncə olmaz. Bu da məcazi mənadadır. 1-2-ni götürdük hələ ki. Ədəbiyyat həqiqi mənadadır. Bunu götürməyəcəksiniz. Sonra o hadisələri sadalamır. Sadalamaq həqiqi mənadadır. Bunu da götürmürük və qulaq asmaqda məcazi mənadadır. Deməli 1, 2, 5 variantımız B variantı oldu. 50-ci sual. Gilgamış dastanı haqqında doğru fikri tapın deyir. Herodot tərəfindən yazılmayıb, səhvdir, müəllifi deyilmir. Bu dastan qədim Misrə yox, Şumerlərə məxsusdur, səhvdir. Şumer xalqın ən qədim yazılı abidələrindən biridir. C düzdür. Döyüşlərdən, yalnız döyüşlərdən bəhs etmiş, səhvdir. Misir fironlarının dövründə baş verir. Bu da yanlışdır, elə bir şey demirdim. Həm də düzgün deyil, yəni C variantı oldu. Mətndə altından xətt çəkilmiş sözü əvəz edə bilən ifadələri müəyyən edin. Altından xətt çəkilmiş söz Şumer xalqının yaratdığı ən möhtəşəm abidələrdən biridir. Möhtəşəm sözü, baxın, elə hərfləri dəyişib möhtəşəm, baxın, ehtişama uyğundur. 2-ni avtomatik götürürsünüz. Qəribə gedir, hörmətli gedir. Bunlar fərqli-fərqli şeylərdir. 3-ü atırıq, 5-i atırıq. Getdi, E getdi. Ehtişamlı sözü də elə əzəmətli də deməkdir. 1-2-ni götürürük. C variantı uyğundur. Ehtişamlı və böyük sözləri əslində böyük abidə olar uşaqlar, yəni yaratdığı ən böyük abidələrdən biridir, amma möhtəşəmin sırf elə sinonimlərini mən seçdim. Burada əzəmətli və ehtişamlı 1-2 olacaq variantımız. Mətndə hansı suala cavab yoxdur? Gilgamış dastanında hansı mövzular əks olunmuşdur? Bu sualın cavabı var idi. Amma yenə də bir baxaq. Deyir ki,
Bu sadəcə qəhrəmanlıq hekayəsi var, qəhrəmanlıq var, əbədilik arzusu, zamanın gücü haqqında dərin fəlsəfi düşüncələr var. Ona görə düzgündür, yəni bunun cavabı var. Tarixdə ilk yazılı tarixi əsər kimi hansı abidə göstərilir? Yenə Gilgamış dastanı göstərilir. İlk yazılı tarixi əsər, baxın, belə başlayırdı. B düzgündür, atırıq. Keçmişdə insanlar baş verən hadisələri nə üzərinə yazırdılar? Papirus üzərinə filan yazırdılar, gil lövhələr üzərinə, bu da var. İlk tarixi əsərlərin yazılmasının əsas məqsədi nə idi? İlk tarixi əsərlərin yazılmasının əsas məqsədi. Tarix elm kimi, baxın, insanlığın yaddaşı hər bir xalqın filan burada yox. Deməli, insanlar baş verən hadisələri, hökmdarların adlarını, savaşları və qələbələri gil lövhələrə yazırdılar. Minliklər öncəsinin həyatını, düşüncəsini, mübarizəsini anlaya bilirik. Yəni, adlar, savaşlar, qələbələrlə bağlı yazılmışlar da. Burada nə deyirdi? İlk tarixi əsərlərin yazılmasının əsas məqsədi. İndi tarixi əsər, buna baxırıq. Həm insan ömrü, əbədiliyi arzusu, zamanın gücü haqqında dərin fəlsəfi düşüncələr toplusudur. Ölümsüzlüyün axtarışı, dostluğun və etkinin mənası simvolik dillə təsvir edilir. Yəni, bununla bağlı yazılıb da elə. Ona görə bu da düzgün oldu. Gilgamış dastanı kim tərəfindən yazılıb bilmirik, amma Şumer xalqına məxsus olduğunu bilirik. Burada onun müəllifinin adı keçmir. Belə. Ona görə E variantı olacaq variantımız. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin deyir 53-cü sualda. Mətnin plan bəndlərinə aiddir, plan bəndlərinə aid deyil. Qədim döyüşlər və qəhrəmanlar. Qədim döyüşlər və qəhrəmanlar. Gəlin buna baxaq. Deməli, baxın, tarix elm kimi formalaşmadan çox-çox əvvəllər insanlar baş verən hadisələr, hökmdarların adlarını, savaşları, döyüş, qələbələri gil lövhələrə, daşlara, papiruslara həkk edirdilər. Qəhrəmanlar hələ burada deyilmir. Baxaq görək. Yoxdur qəhrəman adlandırılması, amma döyüşlər hardasa ola bilərdi. Ona görə bu olmaz, amma yenə də buna baxarıq. Döyüşlər var, amma qəhrəmanlar deyilmirdi də. Qədim Misir fironları yox idi. Tarix elminin atası Herodot var idi. Elə baxın, burada keçir. Herodot tarixin atası adlandırılırdı. Bu var. 3-ü dəqiq şəkildə götürəcəksiniz. 3 olmayan variantı da atırsınız. A gedir və E gedir. Mətnin plan bəndlərinə aid deyil. İlk tarixi əsər mətnin plan bəndinə aiddir. Amma buna aid olmayanlar içərisində verib. İlk tarixi əsər var axı Gilgamış dastanı. Ona görə səhvdir. Gərək bura aid olmayanları götürək də. Aiddən aidi, olmayandan da olmayanı götürməliyik. 4-ü də atırsınız. C variantı da getdi. Müasir dövrdə tarix elmi, yazının icadı əlifbaları. Yazının icadı əlifbaları yox idi. Bu aid deyil. Ona görə götürməlisiniz. Aid deyildən götürürsünüz də. Müasir dövrdə tarix elmi. Qədim dövrdə tarix elmi verilib, amma müasir dövrdə baxaq, bugün biz tarixi öyrənərkən yalnız faktlara deyil, həmin ilk əsərlərdə gizlənən düşüncələrə də qulaq asırıq. Çünki tarix sadəcə gələcəyin xronologiyası deyil, insanın yaddaşının ölməz səsidir, deyir. Əvvəlinə də baxaq, ilk tarixi əsərlər təkcə keçmişi öyrənmək üçün deyil, həm də gələcəyi dərk etmək üçün yazılmışdı. Amma bugün biz tarixi öyrənərkən deyir, faktlara deyil, həmin ilk əsərlərdə gizlənən düşüncələrə qulaq asırıq. Deməli, uşaqlar, bu sualda yanlışlar olmasın deyə təkrar oxudum mətni. Amma qəhrəmanlar sözünü görmədik burada. Ona görə biri götürməmişdik, öncədən çıxartmışdıq. Sonra 3-6-nı götürəcəkdiksə variantımız qalacaqdı 3-5-6. Müasir dövrdə tarix elmi əslində burada danışır. Bir baxdım mətnə. Bugün biz tarixi öyrənərkən yalnız faktlara deyil, tarixdən danışır, amma yəni bir elm kimi müasir dövrdə tarix elmi necədir demir. Ona görə də bu da yanlış olar. Ona görə variantımız 3-5-6 olacaq yəqin ki. 54. Bütün qədim yazılı abidələr insanın düşüncəsini və təcrübəsini gələcək nəsillərə çatdırır. İkinci hökmü verməliyik biz. Sonra üçüncü nəticədə də deyir ki, Herodotun tarixi əsəri insan düşüncəsini və təcrübəsini gələcək nəsillərə çatdırır. Deməli, Herodotun tarixi əsəri yazılı abidədir ki, yəni bu ona görə də düşüncəni, təcrübəni gələcək nəsillərə çatdırır. Herodotun tarixi əsəri qədim yazılı abidələrdən biridir. D variantı olacaq. Sonra
Səbəb nəticə məsələsinə baxırıq. Herodot tarixin atası adlandırılmışdır. Gəlin onun səbəbini tapaq mətndən. Deyir ki, deməli, bax burada deyir Herodotun tarix əsəri gəldi. Bunun ardınca Misirlərin Ölülər kitabı, Babillərin salnamələri, daha sonralar isə qədim Yunan tarixçisi Herodotun tarix əsəri gəldi. Herodot tarixin atası adlandırıldı. Yəni Herodot tarix əsərini yazır. Yazırsınız bura tarix əsərini yazır. Əsərini yazır. Meydana gəlirdi bu əsər. Ona görə Herodot tarixin atası adlandırılır. İnsanlar baş verən hadisələri unutmamaq və gələcək nəsillərə çatdırmaq istəyirdilər. O da burada var idi. Deməli, formalaşmadan əvvəl insanlar baş verən hadisələr, hökmdarların adlarını gələcək nəsillərə çatdırmaq istəyirlər. Ona görə lövhələrə, daşlara, papiruslara həkk edirdilər. Bu cümləni də götürüb yaza bilərsiniz bura. Məsələn, papirusa və yaxud orada başqa nədirsə ona həkk edirdilər. Belə. 56. Tünd qara hərflərlə verilmiş cümlədə yanlışlığı düzəldib cümləni yenidən yazın deyir. Tünd qara hərflərlə. Çünki tarix sadəcə gələcəyin xronologiyası deyil, insan yaddaşının ölməz səsidir. Ölməz səsidir, yox, ölməz əsəridir olar. Baxın, məsələn, bugün biz tarixi öyrənərkən yalnız faktlara deyil, həmin ilk əsərlərdə gizlən düşüncələrə də qulaq asırıq. Çünki tarix sadəcə keçmişin, gələcəyin yox, keçmişin xronologiyası deyil, insan yaddaşının ölməz səsidir. Yaddaşının ölməz əsəridir də yaza bilərik. Səsidir də əslində məcazi olsa uyğundur. Amma əsas gələcək sözünü keçmişlə əvəz etməyinizdir uşaqlar. Yanlışlığı deyirsə elə. Bir dənə yanlışlıqdır gələcəyi keçmişlə əvəz etmək. Belə uşaqlar. Mətnlər bir balaca çaşdırıcı idi və dönüb təkrar mətnə baxmaq lazım idi. Amma yenə də rahat suallar da var idi. Ümid edirəm ki, yaxşı yazmısınız. Belə, əvvələ qaytaraq saxlayaq. Sağ olun uşaqlar.